4 ayə dedim sizə. Tək əməl insanı xilas eləmir. İlahi rəhmət də şərtdir. Nə olsa əməl eləyib? Namaz qılan namazın köynəyi oğurluqdur. Əməl eləyib. Amma qəbul deyil, o şərtdir. Tək əməl şərt deyil. İman olsa şərtdir. Halallıq olsa şərtdir. Zamanın ağasını tanımaq şərtdir. Tanımasan qəbul deyil. Düymən bir oğurluq olsa hə namaz qıl. Nə olsa əməlliysən. Əməl şərt deyil, keyfiyyət şərtdir. Tövbə şərtdir, şəfaət. Bir nəfər hələ pis halda ölüb. Amma müsəlmandır. Tövbə eləyən şəxsin şərtdir ki, o ölən tövbə etsin, onun üçün İmam Peyğəmbər ağız açsınlar Ataalaya. Bundan tövbə eləməyib gəlib Allahın dərgahına. Qəbuldur. Buna şəfaət eləyərlər, yox. Tövbə şərtdir. Şura 25-ci ayə əsasən. Ayə qeydləyin. Şərtlər şəfaət olunanadır və ya şəfaət edənə. Hamı şəfaət eləyə bilməz, hamıya şəfaət olunmaz. Şəfaət eləyənlər də müəyyən şəxslərdir, şəfaət olunan şəxslər də müəyyən şəxslərdir. Hələ ucdan tutmağa kimən gəlir, açıq bazar, yox, bura kabi yoxdur. Hamı şəfaət eləyə bilməz. Oxudu bəqərdə, 205-ci ayədə. İlahi Allahın seçdiyi şəxslər. Və hamıya da şəfaət olunmur. Dedi, zalim olmur. Çünki tövbə etməyib ölüb, ona şəfaət olunmur ki. Şafilərin kimliyi. Kim şəfaətləyə bilər? Mələklər. Nəcm 26. Bəyan edik. Sonra kim? Peyğəmbər. İsra 79-cu ayədə. Qeyd olunub bu. Nisa 64. Məryəm 87. Zuhruf 86. Zuha 5. Münafiqun 5. Peyğəmbər və əimmə, imamların da şəfaəti var. Har yazıb? Zuhruf 86-cı ayə. Zuhruf 86. Bu ayə hətta nəyi bildirir? Allahla birgə çağırma başqasını. Orada var illa, məgər, müəyyən Quran yoxdur, təəssüf. 86-cı ayə Zuhruf. Bunu hökmən yazın. Allah Məhəmməd ya Əli ayə ona cavabdır. 86-cı Zuhrufda. İxlasla tohidə şəhadət edənə, İxlasla tohidə, İxlasla ya məcburiyyətdən, kefindən, yalandan yox. İxlasla tohidə, bu mən edirəm, Müsəd Əhməd var, Müsəd Əhməd cild 3, səhifə 12-də, o qeydib əhl-i alımı ki, İxlasla tohidə şəfaət edənə, İxlasla tohidə şəhadət edənə şəfaət var. Axırıncı 3 dəqiqə mən hasını oxuyayım. Deməli, burada bir var. Məqam-ı Məhmud. Şəfaət var bildirir. İsra 79. Məqam-ı Məhmud bəyənilmiş məqam, yəni şəfaət. Şəfaətlə cəhənnəmdən çıxmaq. Yazıb burada Səhih Müslimdə. Bu 3 tərcümlə deməli, Əhl-i Sünnə kitabındandır. Mömin, mələk, Buxarı qeydləyir, cild 9, səhifə 160-da Səhih Buxarıda ki, mömin, mələk, peyğəmbər, şafiələrdir. Mömin, İmam Peyğəmbər mömin deyil ki, mömin, mələk, peyğəmbər, şafiələrdir. Mən bu tez danışım qutarsın. Şəfaətin nədir fəlsəfəsi? Nə yəni? 2 dəqiqə qutarsam heç olmaz. Ümid yaratmaq və ümidsizliklə mübarizə. İlahi övliyalarla ünsiyyət qurma, şəfaət olunmağa çalışmaq. Bəqər 255, Taha 109, Ənbiya 28, Məryəm 87. Şafilərin kimliyinin nemət olması. Bu da 4-cü xeyri. Məhəlləsi var ki, Mizanul Hikmətdə, şiə kitabdır. Quran, Sili Rəhm, Əmanət, Peyğəmbər, Əhl-i Beyt. Bu da bir nemətdir bizə. Sonra ən yaxşı şafi tövbədir. Tövbə etmədən şəfaət olunmur. Buradan bir şey yaparsan ki, orası nəzərə alsınlar. Nə getmirsən? Tövbən var? Yox. Sənə şəfaət eləməliyik. Tövbən var? Bəli, gəl. Allah qəbul edib, o bilmirik. Ən yaxşı şafi tövbədir. Əhl-i Əsəm bunu deyir, Nəhc bəlağəsində.
Hikmətdə 381-də. Bir də Qur'andır. Sonra əməli və itaəti də, insan əməli və itaəti də, əməl və itaəti də nədir? Şafidir. Təbii ki, əməl və iman, itaət də imanla, etiqad, niyyətlə bir olsa. Bu qədər dərslər bitdi. Allah bizə yol açsın. Biz sentyabrda yeni bir dərslərimiz Allahın köməkliyi ilə olar. Müxtəlif dərsliklər. Allah elimizi artıq etsin. Sizə çox sağ olun, bizi izlədiniz. Həmişə bizdən deməli qaldı. Dərslər izlədik YouTube-dan və Allah hamı elmini artıq eləsin. Təşəkkür edirəm hamınıza. Allah elimizi artıq etsin. Amin. Allahümmə salli əla Muhammed və Muhammed və accil fərəcəhum.